məqsədi dərsin əvvəlində şagirdə deyil, yoxsa yox? Bəs Bəli, akademik göstəriciləri, Təranə müəllimə, bəli. yüksək olan şagird qəfildən oxumursa, buna səbəb nə ola bilər? Bunun bir sıra səbəbləri ola bilər. Birinci növbədə biz ailə daxili problemləri qeyd edə bilərik. Məsələn, ailə daxili münaqişələrdir, valideynlərin boşanmasıdır, ailədə maddi vəziyyətin pisləşməsidir. Bu Hı faktor hı. uşağa təsir edə bilər. Deməli, onun dərsdən uzaqlaşmasına, soyumasına səbəb ola bilər. İkincisi, şagirdin ətrafını biz qeyd edə bilərik. Məsələn, şagirdin deyək ki, dostları ilə münasibətində pisləşmə yarana bilər. Onu məsələn, bullyingə məruz qoyub o sosiallaşmağa qoymazlar. Bu da Hı şagirdin hı. dərsdən uzaqlaşmasına səbəb ola bilər. Sonra elə akademik boşluqlar, hər hansı bir fəndə, deməli, boşluq yaranarsa, bu da şagirdin motivasiyadan düşməsinə səbəb ola bilər. Sonra internetdən, sosial şəbəkələrdən asılılıqdır. Şagird uzun müddət telefonla oynayırsa, məlum məsələdir ki, onda yuxusuzluq, diqqət problemi yaranacaqdır. Bu dərsini zəiflədəcəkdir. Ona görə də bax bu sadaladığım amillərin qarşısı alınarsa, həmən şagirdin akademik səviyyəsi normallaşa bilər. Hı hı. Doğrudur. Tamamilə doğrudur. Yəni deyək ki, şagird də zəifləyibsə, həmin Bəli. şagirdin o zəif tərəflərini də mütləq şəkildə inkişaf elətdirmək vacibdir, lazımdır. Bəs kollektiviniz sizə qarşı mənfi münasibət bəsləyərsə, neyniyərsiniz? Aha. Deməli, bizim kollektivimizdə həmkarlarımız arasında, həm də məktəb rəhbərliyi arasında normal, qarşılıqlı hörmətə əsaslanan münasibət mövcuddur. Yəni həmkarlar bir-birinə hörmət eləyir, bir-birinə işində dəstək olur. Amma ola bilər ki, belə bir hal, istisna hallar ola bilər. Yəni mənə qarşı mənfi münasibət yaranırsa, birinci növbədə mən öz davranışımda, öz ünsiyyətimdə birinci növbədə geriyə dönüb baxmalıyam ki, mən nələrdə səhvə yol vermişəm, hansı səhvləri eləmişəm. Bunun üçün də mən deməli, həmin ehtimalları gözləmək əvəzinə, deməli, uyğun həmkarımla söhbət apararam. Bu səbəbləri dəqiq surətdə bilərəm ki, nədir və bunu da deməli açıq müstəvidə həmən nöqsanlarımı deməli qəbul eləmək şərti ilə müzakirə eləyərəm. Bir-birimizə deməli qarşılıqlı kompromisə getməklə, güzərişə getməklə bu problemi həll edib aradan qaldırmağa çalışarıq. Bəli, tamamilə doğrudur. 2025-ci il nə il idi? Aha, indi hal-hazırki bizim 2025-ci il deməli konstitusiya və suverenlik ili idi. Aha, bəli. Bəs 2026-cı il? 26-cı il memarlıq və şəhərsalma ilidir. Aha, doğrudur. Fənnimizin məzmun xəttləri hansılardır? Fənnin 5 məzmun xətti var. Bunlardan birincisi canlılarda strukturlar, funksiyalar və proseslər. İkincisi çoxalma və inkişaf. Üçüncüsü orqanizm və ətraf mühit. Dördüncüsü təkamül və biomüxtəliflik. Beşincisi insan sağlamlığı. Hı, lap yaxşı. Tərənə müəllimə, çox sağ olun, təşəkkür edirəm. O müəllimim. Çox sağ olun. Sonra İradə müəllimə. Salamünaleyküm. Sağ olun, hər vaxtınız xeyir. İradə müəllimə, məqsəd nədir? Məqsəd təlim nəticəsindən çıxarılır. İndi təkmilləşmiş kurikulum kitablarında məqsəd elə alt standart kimi verilir. Yəni təlim nəticəsi daha doğrusu məqsəd kimi götürülür və bu da alt standartdan çıxarılır. Deməli, dərsin sonunda şagirdlərin əldə edə biləcəkləri bilik və bacarıqların dərsin əvvəlində şagirdlərə çatdırılmasıdır. Belə deyək də, çatdırılmasıdır. Bəli. Məqsəd İradə müəllimə, siz alt standartı deyirik də, yəni ki, müasir təkmilləşmiş kurikulumlarda alt standartın hamısı yox. Yəni əksəriyyəti sadə şəkildə verilir və bunları bir dərsin məqsədi kimi bəli götürə bilirik. Alt standartın özünü də bir dərsin məqsədi kimi götürə bilərik və yaxud da ki, alt standartdan məqsəd çıxara bilərik. Və deməli, Ümumiyyətlə təkmilləşmiş kurikulum kitablarında mən baxmışam da, 7-8 min biologiya müəllimiyəm. Orada elə ancaq baxıram ki, alt standart təlim nəticəsi kimi götürülüb. Bəli, sadə şəkildə verilir. Çünki məqsəd smart olmalıdır. Yəni ki, smart nə deməkdir? Orada spesifik, dəqiq olmalıdır. Yəni şagird üçün aydın olmalıdır. Şagird onu anlamalıdır və başa düşməlidir ki, dərsin məqsədi nədir, sonda hansı nəticəyə çatacaq. M orada deməli ölçüdür. Yəni məqsəd ölçülə bilən olmalıdır. Yəni elə bir məqsəd qoyulmalıdır ki,
müəllim də onu ölçsün, şagird özü də onu ölçüb qiymətləndirə bilsin. Bəli. Sonra A orada şagirdin burada potensial imkanı nəzərə alınır. Yəni burada tapşırıqlar elə qoyulur ki, nə asan, nə çətin olsun. Yəni şagird burada həmin o məqsədə çatmaq səviyyəsinə uyğun olan tapşırıqlar qoyulur və Çalışaraq yəni əldə eləsin. bəli, yəni burada yenə də potensial imkan nəzərə alınır, şagirdlərin Bəli. imkanları nəzərə alınır. Doğru. Və burada resurslardır. Yəni şagirdin belə deyək, məqsədi daha doğrusu reallaşdırmaq üçün sinifdə hansı resurslar var, müəllim öz icmalına da çalışmalıdır ki, onları qeyd etsin. Məsələn, tutam elektron lövhə yoxsa onu yazmaq düzgün deyil, varsa yazaq. Yəni hansı resurslarla o məqsədi reallaşdıracaq, həmin resursları müəllim qeyd etməlidir. Yəni məqsəd Real deyəndə, imkanları yəni nəzərə alınmalıdır. bəli, məqsəddə həmin məqsədi reallaşdırmaq üçün sinifdə olan imkanlar nəzərə alınmalıdır. T Bəli. isə vaxt orada T. Yəni həmin məqsəd elə qoyulmalıdır ki, 1:45 dəqiqə ərzində o məqsədi müəllim reallaşdıra bilsin. Yəni vaxt imkanları nəzərə alınmalıdır mütləq şəkildə. Tamamilə doğrudur. Bəli, çox gözəl, doğru. Yəni məqsədimiz bundan əlavə deyirik ki, şagird mərkəzli olmalıdır, düz deyilmi? Bəli, məqsəd ümumiyyətlə şagird məqsədli olmalıdır, Bəli. interaktiv olmalıdır. Sonra nə var? Dinamik feillər, yəni biz Bəli, burada dinamik feillərdən istifadə edilməlidir. Hı. Məsəl üçün tutalım ki, dəyərləndirir, təsvir edir, izah edir, Bəli. təqdim edir kimi feillərdən istifadə edirik. Yəni bunun taksonomiyasının mərhələləri nəzərə alınmalıdır o feilləri qeyd Bəli. edərkən. İnteraktivliklə də burada əməkdaşlıq nəzərə alınmalıdır. Qarşılıqlı münasibət, həm müəllim, şagird belə müasir dərs metodlarına uyğun olaraq qurulmalıdır məqsəd. Biri də vardı, o yadımdan çıxdı, hansı idisə. 4 dənə PDF oxumuşam. Məqsəd, təlim məqsədləri deyirik ki, şagird mərkəzli olmalıdır. Bu doğrudur. Dərsin əvvəlində deyilir şagirdə. Məqsədin sayı da yəqin o yadımızdan çıxıb. Hə, məqsədin sayı deməli 1-2 olmalıdır, 3 də ola bilər. Bəli, 3 ola bilər. Əgər yəni onu biz bir dərs 1:45 dəqiqə ərzində reallaşdıra biləcəksə, 3 məqsəd qoya bilərik. Çünki məqsəd nədir? Əldə olunacaq bilik və bacarığın məcmusudur. Hə. Ona görə də yəni ki, müəllim də axı deyirik vaxt nəzərə alınmalıdır. Düz deyilmi? Elə burada məqsədin sayı da özü əksini tapırmı? Mən 5 məqsəd qoyub onu 1:45 dəqiqə ərzində reallaşdıra bilmərəm. Ona görə də məqsədi müəyyən edərkən biz vaxtı mütləq şəkildə nəzərə almalıyıq. Bəs rəy nədir, İradə müəllimə? Bəli, rəy şagirdlərə biz dərs zamanı veririk. Ümumiyyətlə rəy meyarlardan çıxarılır. Qiymətləndirmə meyarları özü də alt standartlardan çıxarılır. Daha doğrusu təlim məqsədinə xidmət edir. Rəy, bizim verdiyimiz rəy deməli 4 formada qeyd olunubdur. Qeyd edirik, belə deyək. Deməli, anında verilməlidir rəy. Yəni, elə rəylər var ki, biz onu həmən zaman şagirdə bildirməliyik ki, dərsin axıcılığı pozulmasın. Sonra rəy var, təsvir olunan rəylər var. Yəni, şagirdə biz onun nəyi səhv edib etmədiyini, nəyidə hansısa belə deyək də tapşırıqda çətinlik var ya yox, onu müəyyənləşdirib deyirik. Sonra konstruktiv rəy olmalıdır, hansı ki şagirdi istiqamətləndirən, inkişafa doğru aparan, yəni orada həm də düzdür, səhvləri də qeyd edirik, amma nəyə əsasən o səhvi düzəldə bilməlidir, buna uyğun istiqamət verərək şagirdlərə konstruktiv rəy veririk, həvəsləndirici rəy də deyə bilərik buna həm də. Sonra bir dənə də rəy hansı idi? Motivə edici rəy. Motivasiya edici, bəli, motivə edici rəy. Bu da şagirdlərdə ruh düşkünlüyünün qarşısını almaq üçün, onları həvəsləndirmək üçün, özgüvən hissi yaratmaq üçün verilən rəydir. Bəli, doğrudur. Bax, İradə müəllimə, deyirəm ki, mən sənə inanıram, güvənirəm. Mən inanıram ki, sən bunların öhdəsindən gələcəksən. Bu hansı rəydir?
Bəs bu özgüvən hissi yaradır da burada. Bəli, Bu motive edici rəydir. doğrudur. Deyirəm ki, tapşırığı düzgün həll etmisən, izah etməkdə çətinliyin var. Tapşırığı düzgün həll etmisənsə, bu amma buna biz inkişaf etdirici heç nə demədik. Bəs onda bu təsvir edici olacaq. Bəli, təsviri bəli. Bilirsiniz nə ilə yadımızda saxlaya bilərik? Rəssam neyniyir? Naturadan şəkil çəkir, deyirik ki, bax, olanı olduğu kimi təsvir eləyir. Düz deyilmi? Bəli. Mən belə düşündüm ki, varsa burada onu istiqamət verilmədi. İstiqamət verilmədi. O verilsəydə konstruktiv deyəcəkdim. Bəli. Yəni olanı olduğu kimi deyirəmsə, heç nə əlavə inkişaf üçün bir fikir bildirmədimsə, bu oldu nə? Təsviri. Yəni şagirdin fəaliyyətini sadəcə təsvir etdim. Bu təsviri rəydir. Bəli, onun davamı olaraq, yəni fikrini izah eləmək üçün və yaxud da ki, nümunə gətirmək üçün hara müraciət etmək lazımdır, nəyi oxumaq lazımdır, hansı qaydaya, hansı düstura diqqət yetirmək lazımdırsa, onu deyiriksə, artıq bu nə olacaqdır? Konstruktiv rəhbərlik artıq şagirdi inkişafa aparır bu. Yəni səhvini necə düzəldəcəyini şagird bilir. Bir də var, deyirəm ki, uşaq mətni oxuyarkən sözü yazılış qaydasında tələffüz eləyir. Məsəl üçün, elə şokolad yazılıbdır, uşaq da şokolad deyir, mən şokolad deyirəm. Bəli, onda anında vermək lazımdır oraya. Bu oldu nə? Korrekt edici rəy. Yəni səhvin anında düzəlməsi. Bilirsiniz bunu niyə edirik? Axı çox vaxtı deyirik ki, müəllim informasiyanı şagirdə hazır şəkildə ötürməməlidir. Səhvi də düzəltməyə istiqamətləndirməlidir. Görürsüz, konstruktiv rəydə bir fasilitator rolu var. Düz deyilmi? Şagirdə öyrənməyi öyrədir. Yol göstərir ki, get səhvini burada düzəlt. Düz deyilmi? Hazır şəkildə səhvi demədi. Bəs korrektə edici rəyi verməkdə məqsədimiz nədir? Şagirdi prosesdən ləngitmir. Bozulmasın, ləngimək Bəli, getməsin. oxu prosesi Axıcılıq gedir. getsin. Doğru. Yəni o prosesdə mən ayırmayacağam ki, şagirdi get orfoepiya lüğətini aç, filan səhifəyə bax, orada şokolad sözünün düzgün tələffüzünə nəzər yetir. Çünki axı burada proses gedir. Həm şagirdin diqqəti yayınacaqdır, həm də prosesdən ayrılacaqdır. Ona görə də yəni bax bu cür o prosesin axıcı olması üçün biz bəzən korrektə edici rəylərdən istifadə edirik. Doğrudur. Ümumiyyətlə rəy deyəndə nə nəzərdə tutulur? Rəy nədir? Və şagirdə verdiyimiz fikirdir də, şagirdin gördüyü işə doğru, belə deyək, şagirdin gördüyü işə bizim münasibətimizdir. Əla, bəli, doğrudur. Yəni şagirdin fəaliyyəti haqqında ona bildirdiyimiz Bəli. münasibət fikirdir. Doğrudur. İradə müəllimə, ev tapşırığını nəyə əsasən verirsiniz? Bəli, ev tapşırığına biz bu günlərin hər hansı bir alt standartı, ona uyğun məqsədi reallaşdırmışıq. Onu möhkəmləndirmək üçün şagirdə ev tapşırığı veririk. Ev tapşırığını da verərkən yenə də diferensiallığı nəzərə almaq lazımdır. Yəni sadə tapşırıqlarda nisbətən mürəkkəb tapşırıqlarda qoyulmalıdır ki, sinifdəki bütün şagirdlər bu tapşırıqları işləyə bilsinlər evdə. Doğrudur. Yəni şagirdin müstəqil şəkildə həyata keçirəcəyi işdir, ev tapşırığı möhkəmləndirmə xarakterlidir. Düz deyilmi? Artıq bu məqsəd reallaşıbdır. Şagird deməli hər hansı bir tapşırığı işləyibdir sinifdə onsuz da. Sadəcə möhkəmləndirmə üçün şagirdə ev tapşırığı verir və yaxud da ki, araşdırma xarakterli də ola bilər. Düz deyilmi? Layihə işlər verə bilərik. Bəli. Yəni ki, bu da hər birisi reallaşdırdığımız məqsədə Hər hansı bir uyğun. qalıcı işdə verə bilərik ki, gedin bu üçün Bəli. hazır. Bəli. Fənnimizin məzmun xəttlərini də deyək, İradə müəllimə. Fənnimin belə deyək, yenilənmiş məzmun xəttləri 5 məzmun xəttimiz var. Deməli, canlılarda strukturlar, funksiyalar, proseslər. İkinci, çoxalma və irsiyyət. 3, canlılar və ətraf mühit. 4, təkamül və biomüxtəliflik. 5, insan sağlamlığı. İnsan sağlamlığı məzmun xətti şagirddə hansı bacarığı formalaşdırır? İnsan sağlamlığı, yəni ətraf mühitdə baş verən hər hansı bir proseslərin insanın sağlamlığına necə təsir etdiyi
bacarıqlarını şagird dəyərləndirə bilər burada. Hı -hı. Və yaxud da bununla bağlı hər hansı bir layihə işi hazırlayıb təqdimat eləyə bilər. Hı Yəni bu -hı. kimi bacarıqlar həm də onun həm şagirdin tənqidi düşüncəsini inkişaf etdirir, məntiqi düşüncə, yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Hı. Burada Yəni bəli, buyurun. İradə müəllim, deməli məzmun xətti, həmin məzmun xəttinə uyğun alt standartları baxırsınız, yəni həmin alt standartlara. Şagirddə hansı bacarığı formalaşdırır? İnsan sağlamlığı. Yəni burada insanın Sağlamlığına təsir edəcək hər hansı bir amillərdir, düz bəli, deyilmi? amillər Hə, təbii bax, ki, bəli. sırf bu bacarıqlar öyrədilir şagirdə, düz deyilmi? Ümumiyyətlə Bəli, bütün şagirddə məzmun xəttlərinə əsasən deyək ki, alt standartlarımız var da, yəni o alt standartlara uyğun da biz həm məntiqi düşüncəni, həm tənqidi, həm yaradıcı düşüncəni şagirdlərdə formalaşdıra bilərik. Amma sırf məzmun xətti şagirddə formalaşdırılacaq bacarığa görə müəyyən olunur. Yəni bir fənn şagirddə hansı bacarığı formalaşdırırsa, həmin bacarıqlara uyğun da məzmun xəttləri olur. Bizdə Deməli, əvvəl 3 idi, indi 5 olub. bəli. Yəni həmin məzmun xəttinə uyğun bir neçə alt standarta baxırsınız və orada hansı bilik, bacarıqları müəyyən edirsinizsə, yəni o bacarıqları qeyd eləyə bilərsiniz ki, yəni sırf bu bacarıqları formalaşdırır. Bu məzmun xətti şagirddə bu bacarığı formalaşdırır. Aydındırmı? Hətta bizə bu səfər imtahanda mən bu 3 ilin miqçilərindən vermişdim də Bəli. imtahan. Aha. Orada kurikulum suallarımızdan biri belə idi ki, hətta fizikaçılara da səhv eləmirəmsə bu sual düşmüşdü. O müasir maşınlar insan sağlamlığına necə təsir edir? Yəni müasir maşın burada həm fənn üstü götürülmüşdü, fənn üstü inteqrasiya. Həm də ki, burada fənn daxilidir da. Deməli, insan sağlamlığı burada nəzərə alınır. Mən də səhv yazmışdım o sualın cavabı. Fənn üstü sonradan fikirləşdim ki, səhv görmüşəm. Burada insan sağlamlığı axı bu fənnin özündə də var bu. Bizim Bir fənimizdə. məzmun xətti varsa orada, yəni ki, deyək ki, orada fənn daxili götürə bilmirik. Amma iki məzmun xəttinin arasında məsəl üçün əlaqələnmə varsa, hə, bunu fənn daxili inteqrasiya kimi götürə bilərik. Və yaxud da ki, aşağı siniflə yuxarı sinifin əlaqələnməsi varsa, yəni eyni məzmun xəttinin şaquli şəkildə inteqrasiyası varsa, alt standartların daha doğrusu, şaquli inteqrasiyası varsa, burada fənn daxili inteqrasiyayı götürə bilərik. Orada şaqulisi, üfüqüsü yazılmamış, sadəcə fənn daxili idi. Mən də götürməmişdim. Sonradan başa düşdüm sən eləmişəm. Yəni bəzən olmaya da bilər, elə bir fənn daxili inteqrasiya olmaya da bilər. Orada sırf baxmaq lazımdır ki, görək, burada məsəl üçün mən Azərbaycan dilindən deyim də, yazı ilə oxu arasında əlaqələnmə varmı? Və yaxud da ki, dinləməklə yazı arasında əlaqələnmə varsa, hə, deyəcəm burada fənn daxili, üfüqi inteqrasiya var. Yəni, Çünki burada həm bizdə olmalıdır, həm ətraf mühit, insan, nədir, canlılar və ətraf mühit, çünki ətraf mühit çirklənir. Bir də insanın sağlamlığına da burada təsir edir. Ona görə məzmun xətti varsa, bəli, fənn daxili olur. Düzdür İradə müəllimə. İradə müəllimə, birinci dərsimiz idi də, düz deyilmi? Bəli, bəli. Aha, yəni yaxşıyıq. Çox sağ olun. Sonra Ülkər müəllimə. Bəli, buyurun. Ülkər müəllimə, hansı iş formaları var? 4 iş forması var. Fərdi iş forması, qrupla, bir də bütün siniflə kollektiv iş forması. Biz prosesində hər birindən istifadə edirik. Çünki bu iş formaları şagirdlərdə hər biri müxtəlif, deməli, sosial bacarıqları formalaşdırır. Müxtəlif bacarıqları formalaşdırır, doğrudur. Doğru. Bax, iş formalarını seçirsiniz dərsdə. Həmin iş formalarını nəyə əsasən müəyyən edirsiniz? Məqsəd əsasən müəyyən edirik iş formasını, bəli. Doğrudur. Məqsədimiz nədir? Formasında o məqsədi həyata keçirmək üçün, işi yerinə yetirmək üçün iş üsullarını istifadə edirik, təlim metodlarını istifadə edirik. Yəni məqsədə görə təyin edirik iş formalarını. İndi bir məqsəd deyim, deyək ki, burada şagirdin əsaslandırma bacarığı formalaşdırılacaqdır. Siz əsaslandırma bacarığına uyğun olaraq hansı iş formasını seçsəniz daha effektiv olur? Əsaslandırma bacarığı mı? Debat ola bilərmi?
İş Olam. formasını deyirəm, iş üsulunu demirəm. Aynen. Debat ola bilər, bəli, əlbəttə ki. Əsaslandırma qrup işi ola bilər də hər halda. Aha. Qrup işi, Bəli. iş, kollektivlə iş. Bəli, əsaslandırma Olar. cütlərlə, Bəli. qruplarla daha doğru, Bəli. qəşəng, gözəl. Yəni ki, burada əsaslanma varsa, yəni biri var ki, şagird təkcə fikrini əsaslandırsın. Burada müxtəlif fikirlər ola bilər, düz deyilmi? Başqa Bəli. fikrə dinləmək, başqa fikirlə razılaşmaq. Yəni təbii ki, məsəl üçün araşdırma bacarığı olacaqdır. Doğru vurğuladınız. Debat iş üsulundan istifadə eləyə bilərik. Yəni bizim məqsədimiz hər hansı bir deyək ki, əsaslandırma bacarığının formalaşdırılmasıdırsa, təbii ki, burada artıq qarşılıqlı fikir mübadiləsi Yuxarı gedəcəkdir. təfəkkür səviyyəsinə malik olan suallarda ən çox olur Aha. əsaslandırma. Aha. Bəli, o Fərdi da tənqid şəkildə istifadə eləyə bilərik, yəni fərdi iş formasından istifadə eləyə bilərikmi? Deyək ki, şagirddə əsaslandırma bacarığını formalaşdıracağıq İlker müəllimə. Fərdi fərdi iş formasını forması seçmişsə. şagirddə müstəqillik, özünə inam, Hı sonra -hı. metodoloji bacarıq, diferensiallıq bunları formalaşdırır. Məncə əsaslandırmanı Formalaşdırır, amma o qədər də effektiv olmayacaq, düz deyilmi? olmaz. Bəli. O qədər də effektiv olmayacaq. Ona görə də Bəli. məqsədə doğru vurğuladıq ki, məqsədə uyğun iş Məqsədə uyğun üsul, şəkildə. iş formalarını seçirik. Təbii ki, əsaslandırma varsa, burada mütləq şəkildə qrupla, cütlərlə iş forması, debat iş üsulu və yaxud da ki, müzakirə tələb eləyən iş üsullarından da hansını biliriksə İlker müəllimə, ondan Evet. istifadə onun adını çəkə bilərik. Çünki bəzən o sualın içərisindən, suala verdiyimiz daha doğrusu cavabın içərisindən yeni bir sual ünvanlaya bilərlər. Təsir üçbucağı nədir İlker müəllimə? Təsir üçbucağı valideyn, Hı -hı. müəllim, valideyn, şagirddir. Onların birliyidir. Bu birlik məktəbdə labüd olmalıdır, mütləqdir. Hı -hı. Bütün məktəblərdə olmalıdır. Əgər bu qrupda iş vəhdət təşkil edirsə, o zaman onun həmin üçbucağın işi uğurlu alınır. Yəni Müsbət nəticəsi olacaq. düzgün istiqamətlənir, düzgün inkişaf edilir, düzgün bacarıqlarında formalaşır. Bəli, doğrudur. Öyrədici qiymətləndirmə hansı Öyrədici qiymətləndirmə? formativ qiymətləndirmədir. Hı Formativ -hı. qiymətləndirmə ilin əvvəlindən il boyu sonuna qədər aparılır. İstiqamətlendirici qiymətləndirmədir. Şagirdi istiqamətləndirir, məqsədə, hədəfə çatdırır. Hı -hı. Sonra verilən şagirdlər haqqında rəy verilir. Bu konstitutiv rəy olur. Hı -hı. Verilən rəylər müəllimin formativ dəftərində, şagirdin gündəliyində, məktəb iştirakında qeyd olunur. Hı -hı. Şagird üçün o portfolyoda da qeyd oluna bilər. Bəli, doğrudur. Bəs summativ qiymətləndirməni nə zaman aparırsınız? Summativ qiymətləndirmə iki cür olur. Böyük summativ, kiçik summativ qiymətləndirmə. Böyük summativ qiymətləndirmə biz aparmırıq. Bizim Hı -hı. proqramımız, anlaşmamız var. Lakin onu məktəb rəhbərliyi aparır. İlin yarım ilin sonunda aparılır. Birinci və ikinci yarım ilin sonunda aparılır. Ancaq kiçik summativ qiymətləndirmələr deməli 3 və ya 6 həftədən bir aparılır. Demək aparılır bölmənin sonunda. Bəli. Summativ qiymətləndirmə ortasında da aparılır. Məsələn, böyük bölmə olarsa, onun ortasında da aparıla bilər. Bəli, doğrudur. Tamamilə doğrudur. Məqsədi dedik şagirdə nə zaman deyirik İlker müəllimə? Dərsin əvvəlində deyirik məqsədi. Bir də dərsin əvvəlində bir sualın əvvəlində. Dərsdə bir sual verirsə, onun da əvvəlində məqsəd deyə bilərik. Tapşırığın, bəli. Məsəl üçün deyək ki, bir neçə tapşırıq verilmişdir. Bəli, hə. Doğru. Tamamilə doğrudur. Diaqnostik qiymətləndirməni nə zaman aparırsınız? Diaqnostik qiymətləndirməni ilin əvvəlində aparırıq. Ümumiyyətlə diaqnostik qiymətləndirmə bəli, ilin əvvəlində aparılır, dərsin əvvəlində aparıla bilər, şagird sinifdən sinifə keçid aparıla bilər, müəllim əvvəlləyici olarsa, kimsə əvvəlləyici o da apara bilər diaqnostik qiymətləndirməni. Sonra dedim hamısını demək olar. Bölmələrin əvvəlində, doğrudur. Tamamilə doğrudur. İlker müəllimə, fənninizin məzmun xəttlərində deyin, zəhmət olmasa. Fənnimizin 5 məzmun xətti var. Maddələr, çevrilmələr, onların əhəmiyyəti, atom quruluşu, dövrülük, atom və molekul arasında qarşılıqlı təsir qüvvələri, kimyəvi hesablamalar, kimyəvi reaksiyaların qanuna uyğunluqları. Doğrudur İlker müəllimə. Çox sağ olun. Yəni cavabımız da əvvəlkilərə nisbətən yaxşıyıq. İrəliləyişimiz var. Allah köməyiniz olsun. İcmallara da baxaq İlker müəllimə. Bax orada konstruktiv rəylərə də diqqət yetirin. Bir neçəsində əvvəl şəkildə öyrənin.
Həcmi yaman böyükdür. Hə, Baxıram, həcmi böyük olsa da oxuyun. Yəni ki, o dərəcədə də çətinliyi yoxdur. hər dəfə oxuyuram ki, deyirəm sonrası biraz öyrənə Hə, bilim. yəni hamısını əzbərləməyin. İndi 5 dənə icmalın hərəsində 4 dənə rəy var da, düz deyilmi? Yəni Bəli, 1-2 bəli. dənəsini öyrəndiniz, bəsdir. Əsas odur ki, sizdən rəy soruşanda konstruktiv rəy. Yəni siz öz fənninizə uyğun konstruktiv rəy deyəsiniz. Bir də üzr istəyirəm, bir şey soruşum. Bu mən müəllimlərlə söhbət edirəm. Bir sənəfdə müəllim çoxdur, bacılarımız mənim. Deyirlər ki, doğrudur, öyrənməliyik o icmalları. İcmalları oxuyun. Oxuyun, Oxuyaq. gedəndə özünüzlə də apara bilərsiniz. Mhm. Göz yaddaşı var da Ülker müəllimə. Nə qədər çox Bəli. oxusanız, yəni o sizin yadınızda o qədər də yaxşı qalacaqdır. Əzbər demək, yəni orada bizdən tələb eləməyəcəklər ki, əzbər şəkildə deyin. Niyə? Çünki gündəlik planlaşdırmanı kim hazırlayır? Özümüz hazırlayırıq, düz deyilmi? Məktəbdə baxmırıq planlaşdırmaya. Baxırıq, bəli, Hə. əlbəttə. Əgər ona baxmayacamsa, nə edirəm ki, gündəlik planlaşdırmanı yazım? Deyərəm Yəni ki, biz beynimə yazmışam da bunu. əlimizdə olsa gündəlik o icmalımız, ona baxsaq onu bizə səhv tutmazlar. Yox, belə. yox. Qoya bilərsiniz, qoyun qarşınıza. Arada bir Hı hı. gözucu baxarsınız. Soruşsalar əgər. Yəni bəzən elə olur ki, soruşmurlar. Bəzən də soruşurlar. Və yaxud da ki, məsəl üçün adını da deyirlər ki, 2-ci mövzunu danışın, 3-cü mövzunu. Bəzən də deyirlər ki, ürəyin hansını istəyir onu Hə. deyin. Və yaxud da ki, o icmala uyğun sual verirlər. Konstruktiv rəy deyin, məqsəd nədir? Və yaxud da ki, bu icmalda, yəni bu mövzuda hansı alt standartları seçmisiniz? Yəni belə. Oldu müəllimə, çox sağ olun. Siz Allah sağ razı olun. olsun sizdən. Müəllimə, sağ Sağ olun. Sağ olun. İradə müəllimə, nəsə demək istəyirdiniz? Birdən baxıram, keçənki mövzular var. Bəli. Oradakı indi biz özümüz hazırlayırıq, necə eləyirik? Mən özümü İradə hazırlayıb müəllimə, atacam mən göndərim. sizə. Atacam mən sizə. İndi dərsdən sonra yönəldərəm. Yəni orada bizim konstruktiv rəylərimiz də var. Hə, mən özüm hazırladığımda var, hazırlamışam əslində. İndi siz atın, özüm onda belə baxım da, olar edin. Baxın nümunə kimi, əgər özünüz hazırlamaq istəyirsinizsə, lap yaxşı. Yəni oradan da necə deyim, bəhrələnə də bilərsiniz. Yaxşı. Çünki insan Onda özünün mən atım hazırladığı istəmədim. daha yaxşı yadında qalır. Onda mən göndərərsən. Oldu. Dərsdən sonra göndərərəm. Sonra Toğrul müəllim. Salam müəllimə, bəli. Hər vaxtınız xeyir. Evet. Toğrul müəllim, alt standart nədir? Alt standart dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu bir iş bazarının formalaşdırması idi müəllim. Aha, minimal dövlət tələbidir, düz deyilmi? Hə. Hə. Bir dərs üçün neçə alt standart müəyyən etmək düzgündür? 3 idi müəllim. Bəli, 1, 3. Bəli. 1 alt standartda müəyyən eləyə bilərik, 2 alt standartda, 3 alt standartda müəyyən eləyə bilərik. Yəni əsas məsələ nədir? Alt standartı müəyyən edərkən diqqət yetirməliyik ki, həmin alt standartın tələb elədiyi bilik və bacarıqlar bir-birini tamamlayır. Yəni üçünü bir arada şagirdə formalaşdıra bilərəm. Yəni üçü bir-birinə kömək eləyəcəkdir, dəstək olacaqdır. Yəni buna diqqət yetirmək lazımdır. Yoxsa ki, ürəyim hansı alt standartı istəyir onu seçə bilmərəm. Yəni bu düzgün yanaşma deyil. Bəs şagird dərsə gecikərkən nə edirsiniz? Dərsin əvvəlində gözlənti prosedur qaydalar vardır. Bir dəfə olarsa, yəqin ki, bunu fərdi şəkildə söhbət edərəm şagirdlə. Bu davamlı olarsa, yenə də fərdi şəkildə söhbət edərəm. Sonra valideynə bildirərəm. Amma əsas olaraq bunun səbəbini öyrənmək lazımdır. Başqa türdə biz prosedurlar vardır ki, bu prosedurlar dərsi pozmamaq üçün şagird dərsə gecikirsə, yəni əlavə onunla dərs müddətində söhbət aparır, dərsin vaxtını aparmayaq deyə şagird gəlir sakitcə, yəni biz qeyri-verbal şəkildə baş rəsmini deyirik, keç əyləş, dərsə qoşur. Doğrudur. Yəni keçir yerinə, amma dərsdən sonra mütləq şəkildə şagirdlə danışmaq vacibdir, lazımdır, doğrudur. Öz fənnimizə uyğun konstruktiv rəy deyə bilərikmi? Bəli, sizdəki nümunədən biraz baxmışdım. Demək, musiqi əsərini notları çox doğru və musiqi əsərini həvəslə ifa edirsən. Lakin 8-li və 16-lıq notlarda gözləmə müddətində səhvə yol verirsən. Yaxşı olar ki, pauza mövzusunu təkrar edib əsəri yenidən ifa edəsən. Belə olar mı? Bəli, yəni ki,
Şagirdin doğruluğunu dedik, yanlışını dedik. Səhvini dedim, yol göstərdim səhvi çəkmək üçün. Tamamilə doğrudur, bəli. Bəs motivasiya nədir? Motivasiya cəlb etmə, həvəsləndirmədir. Dərsin ilk və ən önəmli mərhələlərindən biridir. Və şagirdi qıraq və obyektlərdən arayaraq dərsə cəlb edir. Müxtəlif motivasiya üsulları vardır. Məsələn, bu dərsin əvvəlində kontekst musiqilərdir, provokativ suallardır. Sonra vizual olaraq məsələn hansısa şəkildir, videodur və s. kimi göstərmək olar. Bunlar da maksimum 3-5 dəqiqəni, dərsin 3-5 dəqiqəsini əhatə edə bilər. Bəli, doğrudur, tamamilə doğrudur. Yəni motivasiya şagirdlərin dərsə cəlb olunmasıdır. Diqqətini dərsə cəmləməsi. Dərsin 50%-ni təşkil edir. Yəni nə qədər biz dərsin növbəti mərhələsində nə qədər uğurlu olmasını istəyirsə, cəlb etməni düzgün qurmalıyıq. Həm də Tamamilə yeni mövzular. doğrudur. Yəni motivasiya sualları da sizcə qapalı sual olsa daha yaxşıdır, yoxsa açıq suallar? Açıq olsa yaxşı olardı. Bəli. Doğrudur. Yəni Çünki şagirdlər düşündürücü öz sual. fikirlərini bildirməlidir. Bəli. Tamamilə doğrudur. Yəni o düşündürücü sualda ünvanlayanda artıq bir növ dərsə həvəs yaranır. Dərsin sonunu şagird səbirsizliklə gözləyir ki, bu gün nə öyrənəcək görəsən. Yəni əsas motivasiyanın deməli məqsədi də bundan ibarətdir. Doğru vurğuladınız. Əgər motivasiya düzgün şəkildə təşkil olunubsa, yəni biz demək olar ki, dərsin 50%-ni həyata keçirmişik. Niyə? Çünki şagirdin diqqəti artıq dərsdədir. Şagirdə düşünmə vaxtı verirsinizmi? Mütləq verilməlidir. Çünki bu vaxt verilməsə, bəzi şagirdlər qapalı düşüncəyə keçə bilər. Sualların da çətinlik səviyyəsindən asılı olaraq 5 saniyə, 10 saniyə, bəzən bu 1 dəqiqəyə qədər gözləmə vaxtı verilə bilər. Bəli, doğrudur. Bəs sinifdə intihar məktubu tapsanız necə reaksiya verərsiniz? Təşvişə düşmərəm, amma o şagirdi də göz önündən, əgər dəqiq bilirəmsə kimdir? Yox, bilmirəmsə araşdırıb taparam. Bilirəmsə şagirdi göz önündən qoymaram da yansın. Çünki bu intihara səbəb ola bilər. Fərdi söhbət edərəm və mütləq valideyni və psixoloqla əməkdaşlıq edərəm. Aha, doğrudur. Doğru. Bəs sizə yeni sinifin sinif rəhbərliyi verildi. Bax bu zaman nə edərsiniz? Olarmı ki, mən burada əvvəlki sinif rəhbərindən müəyyən qədər məlumatlar alam. Ondan sonra ilk gündən başlayaraq diaqnostik qiymətləndirmə apararam. Şagirdlərimi daha yaxından tanıyım. Onlarda bir imtahan ab-havası yaratmaq üçün yox. Sadəcə olaraq onların maraq dairəsini, öyrənmə, belə deyim, öyrənmə tərzlərini, hazırlıq səviyyəsini müəyyən etmək üçün onlarla belə daha sonra valideynləri məktəbə cəlb etməyə çalışaram. Çünki təhsil prosesinin iştirakçılarından biri də valideynlərdir. Onlara əməkdaşlığa görə iclaslara da təşəbbüskar olaram. Bəli, doğrudur. Yəni birinci biz əsas məsələ şagirdi tanımaqdır. Ona görə də diaqnostik aparırıq, diaqnostik qiymətləndirmə. Yəni bu sadəcə elə test imtahan etmək yox. Maraqları ilə şagirdin yaxından tanış oluruq, söhbət aparırıq. Yəni bax bu cür şagirdlərimizi daha yaxından tanımağa çalışırıq. Çünki yəni mən yeni sinifin sinif rəhbəriyəm. Fərq eləmir. Sinif rəhbəri olduğum sinifdə də deyək ki, yeni dərs ilinin əvvəlidir. Yəni bu zamanda diaqnostik eləyirik, düz deyilmi? Ki şagird nəyi bilir, nəyi bilmir, digər uşaqlarla müqayisədə şagird hansı səviyyədədir? Yəni burada ayrı seçkilik salmaq üçün həyata keçirmirik bu müqayisəni, diferensial yanaşmaq üçün, düz deyilmi? Bəli, atacağımız bu addımları deyirik. Doğru vurğuladınız. Yəni əvvəlki sinif rəhbərləri ilə də münasibət, necə deyim, ünsiyyət qurmaq lazımdır. Uşaqlar haqqında məlumat toplaya bilərik. Hətta uşaqla düzgün, yəni şagirdlə düzgün münasibət qurmaq üçün 4-cü sinifin şagirdidir. Yuxarı sinifə keçəndə artıq deməli yeni müəllimlərlə tanış olacaqdır. Bu zaman biraz adaptasiya problemi yarana bilər. Ona görə də yəni həmin uşaqlarla çalışmaq lazımdır ki, elə o 4-cü sinifdə oxuyarkən də ünsiyyət quraq, yəni düzgün, sağlam münasibət quraq ki, şagird sinifə gələndə o müəllimi görəndə həyəcanlanmasın, utanmasın.
Yəni sinifə tez adaptasiya olsun. Yəni bax bu cür strategiyalardan da istifadə eləyə bilərik. Belə. Doğru müəllim? Qəşəng, yəni cavablarımız da əhatəli idi. Çox sağ olun. Sağ olun.